Okey. Okey. 15 minlik ordumuz burada doğulur. Yəni sıxıb dənizə doğru hərəkətə başladaq. Deməli, Varnadan Bolqarıstana hücum eləyəcək. Bolqarıstanın 15 minlik orduya qarşı dayana biləcəyini, dirənə biləcəyini düşünürəm. Həm də ki, polnu mənə bəsdir. Əgər Bolqarıstanı işğal eləsəm, onun bütün puanı mənə gəlir. Onunla da ikinci yerə keçərəm. Amerikanı keçərik. Və bəli, Nihat, bu haqda sən nə düşünürsən? Mən də düşünürəm ki, yaxşı olacaq. Düz olacaq. Bəli, Bolqarıstanın 3000'lik puanı bizə çox yaxşı yollar gətirə bilər. Texnologiya öyrənək, texnologiya. Dostlar, mən də oynayıram indi. Hə, hal-hazırda Nihat da oynayır. Azərbaycan Respublikasının Republikasıdır. Bəli, İndi Bolqarıstanı alıram. elə mən də Bolqarıstanı alıram. Təsadüfə bax. Mən 38-ci yerdən 5-ci yerə qalxmışam. Bir də Nihat, Bolqarıstan bu qədər dövlət çağıra bilir. Nə qaraq? Sən də sordun. Bundan çox sağ ol. Sən də sağ ol. Ümid eləyirik ki, heç kimi çağırmaz. İnşallah. Yoxsa bu da Avstriya-Macaristan serisi kimi birinci bölümü silinəcək. Yox. İstəmirəm. Yarısını da Mesambreye. Yarısını Varnaya, yarısını Mesambreye göndərir. Avstriya-Macaristanla da əlaqələrimiz tezcə yaxşı tutaq. Və bəli, hücumu başlatmışıq. İnşallah, Allaha yalvarıram. İnşallah heç kim Bolqarıstana köməyə gəlməz. Eybi yox. Nəysə. Bana gəlsə sən də çağırırsan. Biraz çətin bir savaş olar bizim üçün. Amma inşallah heç kim gəlməz. Sən bölümdə qatarda Bolqarıstan heç bir şey yox idi. Nədir, müttəfiq yox idi. Amma hal-hazırda özünə çoxlu müttəfiq tapıb. Ona görə mən də Avstriya, Macaristanla əlaqələrimi yaxşı tutmağa başladım. Çünki bizə problem çıxarda biləcək Bolqar müttəfiqi varsa, o da Avstriya, Macaristandır. Bəli. Burada 11 minlik büyük bir ordu itirmişik, amma olsun. Bolqarıstanın başqa kimdən müttəfiqliyi var idi? Barışa baxaq. Bolqarıstanla barışa girək. Niyə? Bəlkə belə bir şey, kuklam olmasını istəsəm qəbul eləyərmi? Eləmir. Hə, bəli. İstədiyim dövlət çağıra bilərəm. Hal-hazırda çoxlu müttəfiqim var. İstəsəm Serbiyanı çağıraram, amma çağırmam. Birinci Dünya Savaşı'nın olduğuna görə Bolqarıstana baxaq. Bolqarıstanın Osmanlı ilə belə ittifaqı var. Ona görə, amma bizim Osmanlı ilə səhv eləmirəmsə bir dənə saldırmazlıq paktımız var idi, amma vaxtı keçmiş olar onun. Yenə də bir baxacam. Görək Osmanlı ilə saldırmazlıq paktımızın vaxtı keçibmi? Keçib. Əlaqələrimizi yaxşılaşdırmağa baxaq Osmanlı ilə də. Serbiyansız da bizim hücum edirlər, çünki bizim müttəfiqimizdir. Ya Allah, tura atlayıram. Nə olarsa olsun. Nə olursa olsun, Allahın lütfu ilə olacaq. Daim inanıram ki, onsuz da Bolqarıstanı təmizləyəcəm. Çünki 15 minlik ordu ilə girmişəm. Və bəli, Bolqarıstanın müttəfiqlərindən biri deyəsən mənə savaş elan elədi. İnşallah elə bir şey olmaz.
İnşallah. Ümid edirəm. Hazırda 2 dənə mesaj gəldi. Hazırda nə olduğunu bilmirəm. Bulqaristanın paytaxtı düşmüşdür. Düşmüş olacaq. Hadi. Savaş. Avstriya Macaristan savaş. Deməli elə hə? Bulqaristan paytaxtı Get düşmüş. bir dənə gör barış eləyə bilirsən oyna. Məncə eləyərsən. Çoxdan mənə giribdi. Elə hə, Avstriya. Elə oldu. Oy, 16 dənə şey istəyir. Eləyə bilməyəsən. Eləyərəm. Məndən hər şey çıxar. Nə qarsan? Üstümə sorumluluq götürəcəm. Dövlətlər formlayacam. Bunu ekləsək, buralarda yox deyəsən. Olmur. Təzminat ödələr. Tazminat ödəyəsəm. Bir çıqqan torpaq verirlər. Barış məsələn heç olmazsa savaşdır. Savaşmaq məcburiyyətindəyik dostlar. Başqa çarəmiz yoxdur. Amma pis oldu. Avstriya Macaristana qarşı müttəfiqimi təşviş eləyəcəm. Ayda. Ulduzumuz qalmadığına görə məcburən Bulqaristana bax nə səs verir. məndə də elə. Bulqaristan fəthi çox uzun olur. Əslində internetdə belə görürük Bulqaristan sadəcə yekə dövlətləri qısa müddətdə işğal edirlər, amma heç vaxt elə bir şey yoxdur əslində. Yalandır. Hızlı asker basmaq məcburiyyətindəyik. Mən sizə dedim ki, həyəcanlı bir söz deyəcəm, yaxşı, maraqlı. Bəli, indi deyə bilərsən Nihat. Deyim, Bəli. sənə demişdim. Oyunda Azərbaycanla oynayırdım. Götürdüm Ermənistanı aldım. Ondan sonra oyun mənə dedi ki, öz mesaj gəldi ki, neydi, Discord'umuza qatılın, bu oyunu nətər tapdım. Amma məndə də Discord açmamışdım deyə, ona görə silə bilmədim. Bəli. Belə xəzin bir şey oldu. Görək Alman imperiyasını qışqırdıb Avstriyanın üstünə atmaq olursa, əgər bacara bilərdik. Hazırda hamı ilə əlaqələrimiz çox pisdir. Bir də mənim təcili bir ulduz tapmağım lazımdır. Ulduz hardan alabilirim ulduz? Belgrad'ın burada torpaqlarla da bilmiyorum. Belgrad nədir Bulqaristanın? Bəli. Çoxlu özümüzə ulduz aldıq. 5000 pul verib çoxlu ulduz aldıq özümüzə. Və bəli, indi Avstriya Macaristan ölübdür. Çünki Serbiyanı savaşa dəvət eləyəcəm. Birinci Dünya müharibəsi başlayır. Birinci Dünya Yoxsa müharibəsi. tərsinə. Çünki Serbiya dəvət savaşır. Və bəli, müttəfiqimiz olan Serbiyanı yox, Fransanı çağırmışam mən. Çox qəribədir. Fransa gedib onu alacaq.
Birləşik Krallığı da Mən Bolqarıstanla tətbiq barış elədim. edirəm. Bax. Və Bolqarıstanla barış sağlanıbdır. Nihat tərəfdə. Bütün hər yerə olmuşam. Bu. Önce şöyleysin. Avstriya Macaristan torpaqları yaxınlarında böyük cəhətli ordu basmağa başlamışıq. 2000'lik ordularla Avstriya Macaristanın önünü kəsmək fikrimiz var. Yəni Avstriya Macaristan o qədər də yekə ordularla gəlməyib yanımıza. Buna görə biz də onları asan şəkildə məğlub eləyə bilərik. Onsuz da torpaqlarından almayacağım. Güman ki özüm məndən aldığı torpaqları alandan sonra Avstriya Macaristanla barış eləyəcəm. Çünki Avstriya Macaristan mənim planlarımda yoxdur almaq üçün. Buna görə bəli, Avropada hələ də savaşlar davam edir və biz burada 3000'lik ordu basmışıq. Ordu basarlarda çoxu. Bu nə qədərdir? 38.000. Eyni anda dedik. Mən söz reysən oynayıram. Okey. Estağfurullah. Buradakı 1562 nəfərlik ordumuzu da göndərik. Məndə də elədi. Qorxma. Bəli, hal-hazırda Avstriya Macaristana qarşı hərəkətdəyik. Fərqindəyəm arxadan gələn səslərdən. Normal bir şeydir. Bəli. Buyur. Savaşlar çox olur. Ekonomiyamız çox idi, yaxşı ki, tez ordu basma işləmləri elədik. Ruminiyanın hamıya keçid verməsi məni çox narahat eləməyə başladı. Çünki Avstriya Macaristanla Ruminiya torpaqları üstündən keçir. Görək Ruminiyaya torpaqlarından keçməyə qarşı əleyhinə bir şey eləyə bilirmiyik. Ultimatum şəklində bir torpaqlarından keçməyə icazə versək, torpaqlarından keçməyə yox, elə bir şey yoxdur. Nəyə qarşı torpaqlarımızın üstündən keçməsinə qatlanmalı olacaq. Hər dəqiqədən bir gələn Bolqar əsgərləri bizi çox narahat eləməyə başladı və mən artıq hücuma keçsəm. Görək dövləti məğlub eləmədən hələ vassal bıraxmaq olurmu? Hələ olmur. Böyük ehtimal olmayacaq olsa.
Çünki məndə olmuşdu. Nə bilim. Buralardan Cumanki hücumların qarşısını aldıq. İndi görək nə olacaq. Avropa dövlətlərinin bu qədər tez-tez ordu toplamaları mənə narahat etməyə başladı. Aqressivlik çoxalırmı? Mən necəsə, mən sadəcə Əfqanistanı işğal elədiyimə görə aqressivliyim 20-yə çıxmışdı. Varnamenti düzəldən Lukas, bu bölümdə də sənə deyirəm, səsimi buradan duy. Bu aqressiv genişləmənin çoxalması heç məni çox narahat eləməyə başladı ki, yenə kimsə savaş elan elədi. Aqressiv genişləmə tez-tez çoxalır. Buna bir çözüm tapılmalıdır. Aqressiv genişləmə var mı? Bəli. Bölüm bu. Hollandiya Doğu Hind adalarına bir savaş eləməmizi istədi. Onsuz da eləyirəm, bu mənə nə qara bilər ki. Heç çata bilmirsən. İndi görüm barış eləyə bilirəm. Biraz kurnazlıq eləmək lazımdır. Yox, eləmək olmur. Görünür ki, üstümüzə yükümlülüyü götürsək. Ama eləmə, nəyə lazım? Yox, bu yanıb da orada. Onsuz da bizə heç nə eləyə bilməyəcək. Nəsə biz onu heç nə eləyə bilməyəcək. Mən ona nəsə eləmək istəmirdim ki, onsuz da Serbiyanın xatirinə savaş elan elədim. Və Bulqaristan çökdü. Aqressiv genişləməyə oradan baxırlar. Aqressiv genişləmə. Məsəl üçün sən Avstriya ilə burada aqressiv genişləmə çıxır. Hansısa dövləti fəth elədikdən sonra aqressiv genişləmən çoxalır. Və burada yadın bax, indi Nihat'a bir şey göstərirəm, bağışlayın. Və 575 nəfərlik ordumuz. Bizi belə geçir suya çıxardacağım. Hər tərəfdən gələn böyük müddətli ağır ordular bizi yıpratdı. Köhnəldim elə bil. Belə bir şey oldu. Avstriya Macaristana qarşı yeni bir müttəfiq təşviq eləmək istəyirəm. Ya da Avstriya Macaristanla barış fikrim var idi. Onun məndən aldığı bütün torpaqları geri alsam. Yerine yeni bir Polşa diye bir dövlət yaratsam.
belə qoysam. Nasıl olsun Avstriya? O dönemde çünkü Avusturya güçsüzdü. Nihat, sence bu torpaqla bu torpağı Avusturya'ya vererek barış edeyim. Enzəli burada. Onsuz da fəth eləyərəm onu da. Və Avstriya Macarıstanla barış elədik. Avstriya Macarıstan sərhədlərindəki bütün ordunu ərdəcəm, çünki sərhəddə 10 gün boyunca əskər qoymayacam. Bəli, bu mənim üçün heç də problem deyil. Onsuz da oralara əskər qoymaq məntiqsizdir. Niyə qoymuş? İndi əskərlərimizi tezdə tərhis eləyək. Buradakı ordunu da tərhis eləyək. Buralarda ordu yoxdur. Və bəli, sonuncu ordunu da tərhiz eləyim. Avstriya Macarıstanla olan savaşımızı tezcə qurtardığımız üçün hökumət sevindi. Və burada yaranmış Polşa dövləti ilə onsuz da aramız çox pis qalacaq. Bizdən müstəqilliyi elan eləyərək qorxduqları üçün çox peşman olacaqlar. Konferansdan sonra Avstriya Macarıstanla əlaqələrimizi çox yaxşı saxlamalıyıq ki, ittifaq belə qururam. Nihat, səncə Avstriya Macarıstanla ittifaq qurulmu? Yaxşı bir fikirlərsən. Udursam da o torpaqları pul yolu ilə alacam, ticarət yolu ilə. Nihat, belə bir ticarət eləyərək oraları alınmır. 29 minlik pulumuzu və 199 dənə taxtamızı verərək bölgəni əlimizdə yenidən tutduq. Beləliklə barış konferansının təsiri bizim üstündə işləmədi. Sadəcə əskərlərimiz orada durmayacaq və yeni bir müstəqil Polşa dövləti elan ediləcək. Avstriya Macarıstan həqiqətən güclüdür və indi Bolqarıstanı işğal elədiyimizə görəsən puanımız nə qədər yüksəlib. Ən önəmli olan şeylərdən biri də budur. Ekonomiyamız pis hala düşdü biraz. Amma olsun. Biz yenə də nə olarsa olsun inkişaf eləməyə davam edəcəyik.
Hal-hazırda Vatikan İtalya tərəfindən fəth edilib. Normal bir şey idi. Təəccüblü qarşılamadım. İndi görək Bolqarıstanı bir kukla olaraq sərbəst buraxmaq mümkündür. Mənim fikrimcə mümkündür, çünki bir dəfə Azərbaycanla oynadığımda Ermənistanı eləməyi bacarmışdım. Azərbaycanla yox, bağışlayın, Gürcüstanla. İndi niyəsə balaca bir problemimiz var. Olmur. Bəlkə də ayarlarda var. Buludları aktif elədik, yaxşı görsənir belə. Baxın, buludları aktif elədim. Necə görsənir Nihat? Qəşəng. Xəritənin üstündə bulud qəşəng görsənir. Bəli. Bolqarıstanı işğal eləmək üçün nələrə qatlandıq, amma yenə eyni şey oldu təbii ki. Heç bir şey dəyişmədi. Çexoslovakiya, Rumıniya aldı. İllərdə sərhəddə əskər qoyanmırıqsa biz casus göndərməyə keşke olsaydı. Casus göndərməyə keşke olsaydı. Heç bir vasalı, heç bir paktı, heç bir yatırımı yoxdur. 97.705 nəfərlik bir nüfusu var. Əhalisi var. Bizim isə 15 milyonluq bir nüfusumuz var və 17.620 dənə 620 pulumuz var. 17.000 pulumuzun hamısını verərək 4.000'lik bir ordu toplayaq və xalqımızın xoşbəxt olub olmadığına baxaq. Xalqımız xoşbəxtdir. Diplomasiyada potensial müttəfiq olaraq Qaradağ var. Saldırganlığımız 5'ə düşüb. Bayaq 20 olan saldırganlığımız 5'ə düşüb. Bu yaxşı bir xəbərdir. 4.000'lik ordu bir tur içində qoyulacaq deyə düşünürəm. Varşavanı fəth eləmək lazımdır. Varşavanı fəth eləmək lazımdır. Fəth eləyək və keçmiş və Viyana barış antlaşması pozulacaq. Daha doğrusu pozulmayacaq. Sadəcə etkiləri gedəcək. Onsuz vaxtı qutarmış kimi bir şey olacaq. Mən Polşaya hücum edə bilmərəm deyə bir şey yoxdur. İstəsəm edəm. Səni indidən də hücum eləmək olar. Gördüğünüz nəfərli ordumuzu dərəyə doğru hərəkət elətdirək. Burada bir dərə, çay kimi bir şey var. Onun içine koyaq ordumuzu.
Yox bu. Hal-hazırda böyük bir ordu düzəldirik. Sadəcə Polşa krallığını fəth eləmək üçün. Polşa krallığı. Bəli. Şöyle. Hə. İndi Polşa, Konferansda Polonya. Əddis Əbəbə kimin paytaxtıdırsa, o yanır hal-hazırda. Nəysə. Ordumuzun hardan hara getdiyinə baxmaq üçün ordumuzu ilerletmeliyik. Biz abra. Bir de burada bir tane limon tiksə yaxşı olacaq. Bir tane tikək. Ne yazık ki Bulgaristan'a kukla eləmək alınmadı. Bağışlayın. Buyurun, çok resmen, çok resmen, çok resmen. Nihat Avropa xəritəsində oynadığı üçün tezcə çatır. Turu atlayırıq. Turun atlanmasını gözləyirik. Polşa ilə savaşımıza hazırlanırıq. Onsuz da Polşa bizim qədər ordu basmağı bacarmaz. Əminəm. Bayaq demişdim. 96 min. Mənimki 15 milyon deyir. Hə. Buralarda nə baş verir? Kimsə mənə hücum edir. Yox. Britaniya müttəfiqin torpaqlarının üstündən keçib o keçsin. Görək, hələ də Hollandiya, o Şərqi Hind adaları hələ də məndən barışmağı rədd edir. Onda mən də Britaniyanı çağırdım. Geçsin, yesin, onsuz da düz yanındadır. O düzmaz o düzmaz. Hollandiya kimi düzmaz. Britaniya, Hollandiya. Hollandiya Britaniyanı qazanacaq. Britaniya uduzacaq. Hay. Gözleri limon yıkamış tanrısın. Ve yine turumuzu atlayırıq. Britaniya hal-hazırda Hollandiyaya qarşı savaşa getdi. Şərqi Hind adaları ilə bu savaşa çıxdı. Quş nə qəşəng oxuyur. Arxadan gələn səslər üçün üzr istəyirəm.
çöldə nəsə baş zat düşür yerə. Nə bilim, qoşsa səsi zat gəlir də, yəni. Belədir. Və bəli, 4000'lik ordumuz Varşavanın yanındakı çayda toplandı. Bizim nə qədər adama savaşa adam çağıra bilsəydi, Polşa heç bir adam çağıra bilmir. Və bəli, onsuz da 4000'lik ordunun 1570 4404 nəfərlik Rus ordusu 1577 nəfərlik Polşa ordusuna məğlub olmasının mümküniyyəti yoxdur. Onsuz da Polşanı qısa müddətdə ələ keçirəcəyik. Həm kimi çağıra bilər ki, müttəfiqi yoxdur. Nihat hal-hazırda Sodreyxlə nə qədər fətih edib, amma gördüyünüz kimi Avropa xəritəsində turla atlamaq asandır, amma dünya xəritəsində gezməyinə görə məndən tez gedir. Mesaj gəldi. Ağır itkilər verirsən və əskərlərə mən medal verirəm. Çünki onlar bizim dövlətimiz üçün savaşırlar və indi ordumuzu əritəyik. Bəli, ordumuzu tərhis elədik. Və bəli, beləliklə Rusiya imperiyası torpaq bütövlüyünü yenidən bərpa etdi. Sən nə düşünürsən, Nihat? Mən düşünürəm ki, sonra Romanya. Rumiyanı almaq yaxşı fikirdir. Rumiya almaq üçün bir cıqqan bağışlayın.